Bugün Ağdam rayonunda şehit Əhliman Ağayevin ve şehit Sənan Rüstəmovun xatirəsinə həsr olunmuş sambo güləşi üzrə açıq respublika turniri tədbiri baş tutdu. Hakimler hazırlaşın, idmançılar hazırlaşın. Yarışın təntənəli açılışına. Düzlən. Hakimler ve idmançılar merkeze buyursunlar. Hörmətli Başhakim, Hörmətli Təşkil Komitesi, şəhidlərimiz Əhliman Ağayev və Sənan Rüstəmovun xatirəsinə həsr olunmuş sambo güləşi üzrə açıq respublika turnirine yarış iştirakçıları hazırdır. Raport verdi Yanıt Təcəli Hakim, Ekstra Klas Əhmaz Üçingiz. Çok sağ olun. Azad. Azad. Aziz ve hürmetli kulaklar. Tədbir iştirakları. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Yarışımızın açılışı üçün bir dayanalım sükutlar. Gəlin şəhidlərimizi yad edin. Çok sağ olun. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. İndi isə yarışımızın açılışı üçün Azərbaycan Respublikasının himni səsləri. Diqqət bayrağa.
verilir. Şehit Ehliman Ağayev'in ve şehit Senan Rüstemov'un şahsi etkisi, Azerbaycan'ın emektarlaşısı, beynəlxalq nitəli ekstremizm hakim, uzun müddət Azərbaycan Sankosunun fədailərindən biri olmuş və milli komandanın baş məşqçisi olmuş Qazi Mübariz İbrahimova. Aziz idmançılar, məşqçilər, hakimlər, yarışımızın fəxri qonaqları və təşkilat komitəsi. Bu günləri şəhid Sənan Rüstəmovun Əhliman Ağayevin xatirəsinə həsr olunmuş bu Respublika səviyyəli turniri ənənəvi olaraq Ağdamın Quzanlı qəsəbəsinin Olimpiya İdman kompleksində keçirilməsində bizə dəstək olan, daimi bizimlə bərabər bir yerdə olan Ağdam rayon icra hakimiyyətinin idarə heyətinə, Ağdam rayon icra hakimiyyətinin başçısı şəxsən Vaqif Həsənov, onun müavinlərinə və idarə heyətinə kollektivimiz adından öz təşəkkürümüzü bildirir. Bu günləri burada şəhidlərimizin valideynləri, qardaşları, dostları, onunla çiğ-çiğlə vuruşan qazi qardaşlarımız, veteran qardaşlarımız bizlə bərabərdirlər. Ona görə də bu günlər onlar da bizə gəlib təşəbbüs buyurub bizlə bərabər çiğ-çiğlə burada yerləşiblər. Bütün qazi qardaşlarımızın, şəhid analarının, valideynlərin hamısının qarşısında baş əyir. Şəhidlərimizin ruhu qarşısında baş əyir. İndi isə söz verilir. Ağdam rayon icra hakimiyyətinin başçısının müavini cənab Xəqani Nəzərov cənablarına. Hoş gördük her birinizi. Bugünleri hakikaten de Uzanlı kəndində bayram əhval-ruhiyyəsi var. Değerli idmançılarımız, hörmətli məşqçilərimiz, hörmətli şəhid ailələrimiz, değerli qazilərimiz, hər birinizi Uzanlıda hoş gördük və hər birinizi rayon icra hakimiyyətinin başçısı cənab Vaqif Həsənovun adından səmimi qəlbdən salamlayıram, hər birinizə uğurlar arzulayıram. Bütün dünyada olduğu kimi Azərbaycan Respublikasında da idmana bildiğimiz gibi çok geniş yer ayrılmış ve ülke başçısı Cenab Prezidentimiz, Ali Başkomandanımız tarafından idmanımıza kaygı gösterilmektedir. Ve bunun bariz numunesidir ki bölgelerimizde büyük idman sarayları, idman kompleksleri dikilerek idmançılarımızın istifadesine verilmektedir. Hürmetli şehit aileleri, bilesiniz ki sizin evlatlarınızın hatirəsi nəinki bu tür tədbirlərdə, ümumiyyətlə bütün Respublika əhəmiyyətli tədbirlərdə əziz tutulur və idmançılarımıza bu sayədə uğurlar arzulayıram. Əziz idmançılar, biləsiniz ki, idman həqiqətən də deyir, sağlam bədəndə sağlam ruh olar. 44 günlük vətən müharibəsində də, 1-ci Qarabağ müharibəsində də hər birinizin bildiyi kimi idmançılarımız, idmançı cüssəli döyüşçülərimiz düşmənimizin başını əzərək, diz çöktürərək kapitülyasiya haqqına yol çəkdirmişdirlər. Hər birinizə uğurlar arzulayıram və hər birinizə bir daha deyirəm, qalib olmağı arzulayıram. Çox sağ olun, uğurlar arzulayıram. İndi isə söz verilir, veteran idmançımız, sərbəst güləş üzrə və sambo güləşi üzrə SSR idman ustası, fəxri bədən tərbiyəsi və idman işçisi, 3 övladı ilə birlikdə Qarabağ döyüşlərinin iştirakçısı, bir övladı şəhid olan Sənan Rüstəmovun atası Hacı Əkbər Rüstəmova. Hacı Əkbər Rüstəmov 500 kapı müəllifidir. Aziz valideynler, aziz iştirakçılar, her birinize teşekkür ederim. Bugünkü günde
belə bir tədbirdə iştirak edirsiniz. Rayon rəhbərliyinə təşəkkür edirəm. Çox sağ olsunlar ki, belə bir şəraiti bizim üçün yaradıblar. Mən idmançılara can sağlar, uğurlar, 30'anda eşk edin ki udasınız. 30'anda eşk edin ki udutmayasınız. Size uğurlar olsun. Söz verilir, şəhid Əhliman Ağayevin əkiz qardaşı, dəfələrlə dünya və Avropa çempionatının mükafatçısı, Dünya Kubokunun qızıl mükafatçısı, Azərbaycanın əməkdar məşqçisi, fəxri bədən tərbiyəsi və idman işçisi, Sambo Federasiyasının İcra Komitəsinin üzvü, beynəlxalq dərəcəli idman ustası, prezident mükafatçısı Əhliman Ağayevə. Sağ olun, söz verdiyinizə görə mən də hamını salamlayıram. Siz şəhidin adını belə əziz tutub buna yığışdırdığınıza görə sizə öz təşəkkürümü bildirirəm. Burada iştirak edən nümayəndələrə, hamınıza təşəkkürümü bildirirəm. Valla bu neçə ildir ənənəvi olaraq biz burada yarışı keçirdik. 4-cü səfərdir Uzanlı Olimpiya Komitəsində biz yarışımızı keçirdik. Yarışda bizə həmişə dəstək olan İcra Hakimiyyətinin başçısı Vazif müəllim, onun müavinləri, təşəkkür edirəm sizə. Bu Olimpiya Komitəsinin direktoru Bəhruz müəllim, sizə təşəkkür edirəm bu şəraiti bizə yaratdığınıza görə. Çox sağ olun. Bu belə qayğı, bu idmana qayğı, yəni şəhidlərimizin ruhuna belə hörmət mənim üçün çox qürur vericidir. İdmançılara uğurlar arzulayıram. Qoy güclü qalib gəlsin. Çox sağ olun. İndi isə söz verilir, Qarabağ müharibə veteranı uzun müddət döyüş bölgəsində həkim kimi fəaliyyət göstərən, yüzlərlə qazilərin həyatda qalmasına səbəbkar olan həkim Azər Qasımova. Mən də hər kəsi salamlayıram və bu gözəl, bu məsuliyyətli gündə hamımızın bir yerdə olmasına çox sevinirəm və artıq elə bir ənənə şəklini almış bir deyim var. Şəhidlərin ruhu insanları birləşdirir. Bu günləri biz deməli, şəhid qardaşımız Rüstəmov Sənanın və Əhliman Ağayevi, bunlar həmin güləşçi olublar, idmançı olublar, həm də Qarabağ Savaşında vətəni qorumağa yollanıblar, bütün digər adamın torpaq sevər gəncləri kimi və şəhid olublar. Onların timsalında bütün Azərbaycan şəhidlərinin ruhu qarşısında baş əyirik və bu yarışda iştirak edən, bunun təşkilat işində əziyyət çəkən bütün qurumlara təşəkkür edirik. İdmançılarımıza uğurlar arzu edirik və bu tədbirdə, bu vəziyyətdə, bu andan istifadə edib bir kəlmə söz demək istəyirəm ki, bugünkü tədbirdə Əhliman və Sənan qardaşımızın tarihi bir daha bütün Respublikaya, dünyaya mesaj verir ki, biz Qarabağlıların, mahiyyət sürən adamların xaraba qalan, yarımçıq qalan, viran qalan təkcə şəhər olmuyor. Dağlanan təkcə bizim küçələrimiz, yaşadığımız evlərimiz, qəbirstanlarımız olmuyor. Həm də bizim gənclərin talihi olub, onların yarımçıq qalmış həyatları olub. Necə ki, bu iki cavanın döyüşçü şəhidimizin həyatı yarımçıq qalıb. Bunlar da evlənməliydilər, həyat qurmalıydılar, həyatı dolu-dolu yaşamalıydılar. Onların arzuları var. Çox təəssüf ki, bunların arzuları yarımçıq qaldı və bunların ruhundan xatir biz bütün sahələrdə qələbə çalmaq üçün önə baxmalıyıq və bu günləri də onların ruhuna xatir təşkil olunmuş bu açıq turnirdə bütün idmançılarımıza uğurlar arzu edirəm, hamımıza qələbə arzu edirəm, güclü olan qalib gəlsin.
Qarabağ Regional Gənclər və İdman İdarəsinin Ağdam rayonunun üzrə baş məsləhətçisi Ülviyə xanım. Hörmətli tədbir iştirakçıları, əziz qonaqlar, idmançılar, hər birinizi Qarabağ Regional Gənclər və İdman İdarəsinin rəhbərliyi adından salamlayıram. Bugün şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş bu turnirin keçirilməsi həm şəhidlərimizin qəhrəmanlığının yad edilməsi, həm də gənclərimiz arasında idmanın, bədən tərbiyəsi və sağlamlığının təbliği baxımından çox vacib rol oynayır. Burada qazilərimiz, veteranlarımız, şəhid ailələri var. Mən onlara təşəkkür edirəm. Şəhidlərimizin ruhu şad olsun. Yaradılan şəraitə görə, birgə təşkilatçılığa görə, rayon rəhbərliyinə, Sambo Federasiyasına və bu turnirin keçirilməsində əziyyət çəkən hər kəsə təşəkkür edirəm. Çox sağ olun, uğurlar arzulayıram. Aziz qonaqlar, bugün bizlə bərabər burada bəyan etdiyim kimi Qarabağ döyüşlərində canlarından keçən fədakar döyüşçülərimiz burada iştirak edib. Onların da Qarabağ Qazilər Şurasının Ağdam şöbəsinin sədri Şamil Əbilov buradadır. Söz verilir Şamil Əbilova. Hörmətli məşqçilərimiz, tələbələrimiz, hörmətli şəhid ailələrimiz, qazilərimiz, hər birinizi salamlayıram. Əlman Ağayev, şəhid Sənan Rüstəmov, hər iki gəncimiz 1991-ci illərdə silah götürərək vətən uğrunda öz zaman-zamanında şəhid etmişdir. Bugünkü turnirdə bütün Ağdamın dəyərli şəhidləri başımızın tacıdır. Çünki Ağdam şəhidlər yoldur, qazilər yoldur, döyüşçülər yoldur. Mən hər birinizi bir daha salamlayıram. Bütün qazilər adına, hər birinizə, bütün idmançılarımıza qələbə arzu edirəm. Müəllimlərimizi salamlayıram, məşqçilərimizi, hakimlərimizi salamlayıram. Allah sizləri var eləsin. Dəyərli şəhid ailələrimiz, dəyərli qazilərimiz, Allah sizi var eləsin. Bu vətən, bu torpaq şəhid ailələrimizin, şəhid analarımızın ayağına bağlıdır. Əgər ana olmasa vətən də olmaz. Bir daha hər birinizi salamlayıram. Allah hər birinizə can sağlığı versin. Allah şəhidlərimizə rəhmət eləsin. Allah bu gənc balalarımıza gələcəklərini xoş eləsin. Sağ olun, var olun. Allah sağ olsun. İndi isə söz verilir Qarabağ Azad Vətən Partiyasının sədri Cənab Akif Ağayevə. Salam, hər birinizi salamlayıram, uğurlar arzulayıram. Bu gözəl turniri təşkil etdiyinizə görə təşkilatçınızda iştirak edən hər kəsə təşəkkür edirəm. Qarabağ uğrunda şəhərdə döyüşlər gedirdi. Bu günləri biz əgər rahat nəfəs alırsa, alnımız açılırsa, şəhidlərimizə borçluyuq, qazilərimizə borçluyuq. Və bugün burada qazilərin, şəhidlərin, müharibədə iştirak edən hər kəsin xatirəsi əziz olur. Sənan Rüstəmovla, Pəhlivan Ağayev timsalında biz bütün şəhidlərin qarşısından başlayıq. Heç vaxt millətimiz xalqımız onların millətimizin qarşısında etdiklərini yaddan çıxartmayacaq. Hər birimizin üzərində əvvəli bir borçludur. Bugün burada şəhid anaları, şəhid yaxınları, ataları, Mələklər Mərhəmətlər buradadır, Rəsmə xanım buradadır, tanıyıram. Əhliman bəyimizin də yəqin ki, yaxınlarının qardaşı buradadır, Əhliman bəy. O anaların qarşısında, o yaxınlarının qarşısında başlayar, yaxınlarının anaların qarşısında başlayar. Yerə bir övlad tərbiyələmişdilər ki, torpağımızın yolunda canlarından keçdilər. Şəhidlər, belə bir əvvəl dəfələrlə deməliyik biz bunu ki, şəhidlər o vaxt ölür ki, onlar yaddan çıxır. Yaddan çıxmaması üçün onların adları bu şəkildə əbədiləşdirilməlidir. Onlardan biri də
bu cür turnirin, bu cür yarışların geçirilmesidir. Bilmem yəqin sözdə şəbəkələrdə siz də görürsünüz. Bir Türkiyə Türk, hamımız Türk'ük. Türkiyə Türk zabit formasında hiss olunurkən də yaradıcı insandır. Diğer bir Azərbaycanlı əsgərdən soruşdular ki, bu döyüşdə nə qədər adamınız öldü? Diğer bizim adamımız ölmədi orada. Diğer necə olabilir? Ben bilirim ama bu döyüşdə nə qədər sert bir döyüş bitti. Diğer bizim adamımız ölmədi. Orada bizim gazilerimiz oldu, yaralanmalar çıktılar. Orada bizim şehitlerimiz oldu. Azerbaycan milleti şehitler verir. Azerbaycan'ın müdafiəsi yolunda, azadlığı yolunda şehit olmalılar. Allah bütün şehitlerimize rəhmət eləsin. Bütün milletimizin başı sağ olsun. Ben de yeniden teşekkür ederim bu güzel tədbir təşkilçilerine göre əziyyət çəkən herkese teşekkür ederim. Sağ olsun, var olsun. İndi isə söz verilir. Azərbaycan Sambo Federasiyasının baş katibi, Sambo güləşi üzrə, Judo güləşi üzrə SSR İdman Ustası, Diller Üniversitesi'nin dosenti, Prezident mükafatçısı Ramin Mahmudova. Teşekkür ediyorum mübarek Bey. Aziz ve hürmetli konaklar, gaziler, analar, bacılar, atalar, kardeşler. Ben sizin karşınızda baş eğim, şehit aileleri, Azerbaycan Sambo Federasyası'nın prezidenti adından, şahsen öz adından ve idare heyeti adından hamınıza teşekkür ederim. Çok sağ olun ki varsınız. Aziz konaklar, şehitler diyarı Ağrı'ma hoş gelmişsiniz. Aziz idmançılar, bizim bak bu güzel balalarımız. İkisi de Allah onlara geri rahmet eylesin, bütün şehitlerimize. Doğrudan da onlar sizin için örnektir. Vatanını da sevmeyi lazımdır. Allah onlara, bütün şehitlerimize rahmet eylesin. Gazilerimize can sağlığı versin. Minnettarım bu güzel zalda, salonda buranı bize verdikleri için, bu kompleksin rehberliğine, Ağdam Rayon İcra Hakimiyyətinin özüne ve mavillerine ve eləcə də bu tədbirdə iştirak edən əməyi olan bütün şəxslərin hamısına Azərbaycan Sambo Federasiyası adına teşekkür ederim. Minnettarım size, çok sağ olun ve yarışımıza başlayalım. Dikkat! Güzel! Fere! Sağa! İleri yaptırma! Marş!
İndi isə belə Azərbaycan sporçusu, gənclik idmançıları, dünya çempionatının gümüş gümüş mükafatçıları, Sahib Babayevlə Işıq Hüseynov gəlir. Sambo güləşinin 6-cı fərqlərini tətbiq edirlər. Nümayiş etdirirlər. İdmançılar ortaya. Başla. Sahibinin kulağından yaşa. Kafanı görüntü gözünle Azerbaycan Sambo'sunun Allah'daki Antep'teki idmansız Dünya ve Avrupa Çempionatının mükafatçısının neferlerle Azerbaycan şampiyonu bu ilin Avrupa Çempionatının ilk mükafatçı Adil Anadolu'da. Avrupa'da dünya çempionatıyla şampiyonatının gümüş büyük mükafatçısı. Söz verilir, yarışın baş hakimi, Azerbaycan Sambo Federasyonu'nun baş hakimi Ramil Mahmudova. Çok sağ olun başkanım. 53 yıl ayran çeki derecesinde final görüşleri. Kalçaya devlet oldu. Əhməd Salih, Nevçik İdman Klubu, Axundov Əli, Ağdana Qaymış İdman Klubu. Buyurun. Hakimler görüşü idare edirlər. Cesaret Avareli, Elçi İbrahimov, her ikisi kadar hakim ve Çiğilmeli, Beynakak Tezleri Ekstratı var, hakim. Buyurun. Mirzeli Vagif Nevçik İdman Klubu. Saklamaların sahibi 4 kal kırmızı giyimliye.
Bu görüşdə Əhmədov Sadiq Qaliboğlu və turnirimizin çempionu oldu. Təbrik edirik. Buyurun. Bu görüşte Babayev sahip Mahmut'un kararıyla çempiyon oldu. Şirvan Pulmun İmamçı Sadiq Əhməd ikinci yerə. Neftiqan Klubu Əli Axundov, Əli Quliyev və Sahib İbrahimzadə. Vahid Məlikdən. Mükafatları takdim edip ve Eman İlmancı'nın Fəxri Mərəfətəsinin mühafizçisi Serin Muhazzası Almışlar.
Geçin gel bura. Allah verdiği Tural galip geldi ve şampiyon oldu. Mükafatlandırmaya davet olunur. Çekiler 58 kilogram olan samboçular. Yok, orada da üçüncü yer var. Adım, Amışov'un da adam ikinci yer. Bu da üçüncü yerdi. Yok, bu da üçüncü yer. Birinci yere verildi. Fermanı kıymetler. İki kal kırmızı giyimliye. Ve şampiyon olur. Bir ünç.
Ali, Rüştüdür. Bəli, birinci Gel böyle. İşte Göy Gemli galip gelir ve çempiyon olur. Tebrik edirəm. Yaxşı hərəkət. Bırax müəllim. Ayağının üstündən at, çiynindən bas. Bel başlama. Elbi az gələ yaxına qoy müəllim. Bel at. At beli. Ayağını yerə açarsın. Bu görüşte Ağrıcı Fəndə Məmmədli Kənan qalib gəldi və çempiyon oldu.
Saklama sayılır. 4 kal. Hepsi galip geldi ve şampiyon oldu. Canım, canım. Gel. Allah, mağdur. Sen tabii şeyde. Yok, onu verin. Canım bana atarsan ya şöyle. Yoğun şaflarında Tebrik ederim. Alkışlar. Yaxşı, babudur. Kesin olmaz. Sen başımıza bakana kadar kim yanında olmaz, hava kaldıracak. Bu görüşte Şirazade Elgün galip gelir ve şampiyon olur. Tebrik ederim. Medalı sen tak. Ahmet o.
saxla ikisi də şey. Bu görüşte Muradov Hüseyin galip geldi ve şampiyon oldu. Bizim bu şəhidlərin bugün adını belə bu cürə yüksək tutduğumuza görə əziyyət çəkdirir bu istilərdə. Buranı fəth etdik, gəldiniz bura bu Ağdam torpağında. Bu şəhidlərimizin əziyyətini çəkdiyində Allah sizə dəyməsin. Çox sağ olun, təşəkkür edirəm. Hakimlik böyük bir şərəfdir. Siz onu bilirsiniz ki, 30-40 ilə yaxın mən hakim bir beynəlxalq dərəcədə hakimlik etmişəm. Azərbaycanın həmişə şərəfini qorumuşam. Səninlə bərabər bir yerdə olmuşuq. Sən Özbəkistanı təmsil etmirsən, mən Azərbaycanı. Yəni biz bərabər bir yerdə çiyin-çiyinə çalışdığımız bir insanlardır. Uğurlar olsun sizə. Sağ olun. Şəhidləriniz şad olsun. Sağ olun. Buyurun. Çok sağ olun, tebrik ederim. Yanlı olun. Fəhrilərdə tərtib olun yarışımızın hakimi Azrail'den sonra təqdim edeyim şəhidimizin atası Əkbər Məhdi. Hamımızın aslan kaldı. Fəhrilərdə təqdim olun İsmail Mehman. Təqdim edeyim Səhriman Ağayev. Sağ olun. Təbrik ederim. Çox sağ olun, əziyyət çəkdiniz. Sağ olun, var olun. Şərəf edin. Yarışımızın hakimi Ahmet Esaret. Aslan yoktur. Aslan yoktur. Aslan yoktur. İbrahim Elçin. Çox sağ olun. Şəsliyə. O da Yaqub. Mən deyərəm. 80% sənin boynunda olur. Sənə şəxsi məşqçisin kimi, şəxsi bir bərabər səndən bərabər biz dalda çalışırıq. Mənim üçün sağ təşəkkürümü edirəm. Sağ olun, istədiyyətini haqqını halal edin. Sağ olun. Keç burada, Mərdə. İdman Akademiyası'nın tavsiye ettiği emektar meşrikçi Abdullah Yaqub. Vermədim mən. Ben akılda değilim. Ağdamlı babası değil mi? O Ağdamlı babası. Fəhrilər bunu təqdim olunur. Milli Qapıda baş məşqçisi, emektar meşrikçi Tabir Vahid. Sonra siz. Sağ olun.
Bəxtiyar gəl. Fərqli da təqdim olunur. Hacı Bəxtiyar, milli komandanın gençlərinin baş məşqçisi, əleyhdən məşqçisi. Sizinki de var. Selman. Fərqli da təqdim olunur. Məmmədova Zəkinə. Sağ olun. Sonra fərqli fərmanla təqdim olunur. Yarışı təşkilatında və keçirilməsində yüksək peşəkarlıq göstərən Qanun Müəllim Mahmudova. Çox sağ olun. Allah şəhidlərimizə rəhmət eləsin. Çox sağ olun. Minnətdarım. Bildiğiniz gibi bu günləri şəhid Sənan Mustamovun, şəhid Əhliman Ağayevin xatirəsində Sambo güləşi üzrə Respublika turniri başa çatdı. Bu turnirdə, bu yarışa əziyyət çəkənləri, əməyi olanları, hər birinə mən hər iki şəhidin şəxsi məşqçisi adından öz təşəkkürümü bildirirəm. Çox sağ olun. Hakimlərə öz təşəkkürümü bildirirəm. Ədalətli hakimliklərlə görə. Bütün Sambo Federasiyasının kollektivinə öz təşəkkürümü bildirirəm. Bu zalın rəhbəri Bəhruz müəllimə, Kazımova öz təşəkkürümü bildirirəm ki, daimi bizə dəstək olub, daimi bizə şərait yaradı. Bəhruz müəllimə bərabər Ağdam rayonunda nə qədər ki bizə üçün şərait yaradan hər bir insana öz təşəkkürümüzü bildirir. Sağ olun, var olun. Mən arz edirəm ki, belə bir yarışları, şəhidlərimizin bütün rayonlarımızda, şəhərlərimizdə daimi yada salaq və onların xatirəsini yad edir. Yenə də bu yarışda, bu tədbirdə əziyyəti olan hər bir insana öz təşəkkürümü bildirirəm. Başda şəhid atası Əkbər müəllimə, şəhid qardaşı Səhliman müəllimə və bütün kollektiv öz təşəkkürümü bildirirəm. Sağ olun, var olun, əziyyətinizi halal edin. Sağ olun. Allah bütün şəhidlərimizə rəhmət eləsin, ruhları qarşısından baş əyir. İstərdim ki, belə yarışlarımız Allah qorusun, Allah bize inşallah Ağdam şəhərinə keçirilsin, əbədi keçirilsin və orada iştirakçılarını tamamlayırım. Çox sağ olun efendim. Buyurun Səlim Əməl. Çox sağ olun. Böyüklər hər söz deyir. Mübarək müəllim, Adaş müəllim, Allah sizi mübarək etsin. Bütün burada yarışda əziyyət çəkən müəllimləri, məşqçiləri, hakimləri, təşkilatçıları, bütün hamısı təşəkkürümüzü bildiririk. 2 gündür burada hamı əziyyət çəkirsiniz. Öz adına Sambo Federasiyasına sizə təşəkkür edirəm. Mənim arzum budur ki, bu yarışı mən 4 ildir burada əllə bu yarışı keçiririk. Bu yarışı beynəlxalq səviyyədə keçirək. Allahın köməkliyi ilə beynəlxalq yarışı olsun. Bütün ölkələri dəvət edək. Görsün ki, bizim ölkədə şəhidlərimiz var. Nə üçün şəhid olub? O şəhidlər nə deməkdir? Onları əbədələşdirmək üçün, onları unutmamaq üçün bu yarışı beynəlxalq yarışı edək inşallah. Bizim hamımızın köməkliyimizdir. Burada da əziyyət çəkiliş edənlərə, burada iştirak edənlərə, qardaşlara, əziyyət çəkilənlərə hamımıza öz təşəkkür. Çox sağ olun. Bəli, hər işin başlanğıcı var, sonu var. Bu günlərində şəhid Əhliman Ağayevin və şəhid Sənan Rüstəmovun xatirəsinə həsr olmuş Sambo güləşi üzrə açıq Respublika turniri başlayır. Biz bu günlərin 2 idmançı şəhidimizi yad etməklə Azərbaycan müstəqilliyi, onun ərazi bütünlüyü, onun suverenliyi uğruna canlarını fəda etmiş sanki şəhidlərimizi yad edir. Şəhidlərimizin adı həmişə əbədiləşdirilir, istər dövlət tərəfindən, istərsə də fərdi şəxslər tərəfindən. Biz bugün 2 şəhidimizin timsalında bütün şəhidlərimizi yad etdik, onların ruhu qarşısında baş edik. Təşkilatçıları da biz aktivə olaraq öz sağolumuzu deyirik, çox sağ olsunlar. Bizim belə bir şuarımız var, yaşadanlar yaşayacaq. Sağ olun.